Bilmədiyi sevgi niyə axtardı? Bir dəfə yanlış hərəkət edən anasına qarşı hələ də indiyə kimi heç bir uğur qazana bilmir. Bəli. Bizim mesajımız budur. Ay gənclər, xüsusən o insanlar, o uşaqlar 15, 16, 18, hətta 20 yaşında çatan xüsusən qızlar, həmçinin oğlanlar, ana, böyüklərin sözündən çıxmayaraq, onların sözündən çıxmayın. Onlarda siz yanlışlıq axtarmayın. Heç bir insan, heç bir gənc öz anasına necə qüsur axtara bilər? Baxın. Necə öz anasına? Baxın, indi onu mən biraz daha da çox tanışam bu verilişdə. Daha bir ay yaxındır mı buradadır? Bəli. Daha çox tanışam da biraz onun üçün biraz ürəkli danışıram. Bu qız əvvəldən birinci verilişdən burada oturandan mən onun diaqnozunu qoymuşam. Hələ də o gedir. Və axıra qədər gedəcək. Bu insan həyatında uğur qazanmadı olmayıb. Düzdür, indən belə olsun. Bu da bəli bir insandır, xoşbəxtçiliyə insan kimi layiqli bir insandır ki, xoşbəxtçilik qazanmalıdır. Amma burada bir məsələ var ki, artıq ana getdi. Bizim el aramızda bir misal var, halallıq almadan. İnsandır, səhv eləyə bilər. Razıyam. Rahim bəy. Problem yoxdur. Həyatdır, övladdır, bəndədir, səhv eləyə bilər. Və o deməkdir, bir insan səhv elədirsə, bir insan günah elədirsə, yox, atın tullayın qırağa, onunla da razı var. Bax, hər bir insanda günah var. Bəli, Gündə də var, Rahimdə də var, Aydınxanda da var, Osmanlıda da, hamıda. Bu günahsız insan yoxdur. Səhv eləmək üçün biz gəlmişik. Çox gözəl buyurdunuz bayaqlar. Səhv etmək üçün biz bu dünyaya gəlmişik. Səhv eləyirik. Amma yanlış başqadır, səhv başqadır, günah başqadır. İndi hər bir halda hamısını toplayanda bir yerə ola bilər, bir insan səhv eləyə bilər. Allah Səttarul uyubdur. Yəni, eyibləri gizlədəndir. Allah mənim eybimi atsa, mən rüsvay cahan olaram. Bir özümə baxım. Bəli. Bir özümə baxım görüm, mən yəni günahsızammı? Bilsiniz necə? Allah mənim günahımı atsa, rüsvay cahan olaram bir fərd kimi, bir insan kimi. İndi sənin günahın yoxdur, hamının günahı var. Amma sən o insanı, məsələn bir insan səhv eləyirsə, sən niyə gedib onun günahını Aydınxan müəllimin yanına danışırsan, Türkan xanımın yanına danışırsan, belə, sən onun eybini açırsan, o cümlədən Fatibə xanımın ona qarşı bir məhəbbəti var imiş, dostluq var imiş, sən onunla bunun arasını vırdığın anda bütün aləm dəyir bir-birinə.